zamanlar boş qalan Qubadlı küçələrində sükutu indi insanların, alətlərin, hərəkət edən iş maşınlarının, bir sözlə quruculuğun səsi pozur. Bu səs həm də gələcəyin səsidir, özü də yaxın gələcəyin. Dağıdılan evlərin yerində qurulan yeni həyat, keçmiş xoşbəxt günlərə geri dönüşü simvolizə edir. Qubadlı qədəm qoyduğu yeni dövrə yaşanan acıların, kədərli xatirələrin izlərini kökündən silib atmaqla başlayıb. Hər bir tikinti blokunun arxasında, dayanmadan çalışan insanların üzlərində, yeni başlanğıcları üzərində daşıyan torpaqda illər sonra yenidən ayağa qalxan bir xalqın əzmi, iradəsi var. Qubadlı rayonunun mərkəzindən 21 kilometr məsafədə yerləşən və ümumi ərazisi 180 hektar olan Zilanlı kəndindəyik. Hazırda 43 hektar ərazidə 193 evin tikintisi aparılır. Kəndin birinci fazası üzrə nəzərdə tutulan bütün inşaat işləri yekunlaşdıqdan sonra ilk köç başlayacaq. Düz 926 sakin birinci mərhələ çərçivəsində inşa olunan bu evlərdə illər əvvəlki həyatlarına qaldıqları yerdən davam edəcəklər. Fərdi yaşayış evlərindən 30%-nin fasad izolyasiya və suvaq işləri icra edilmişdir. Artıq bir neçə evdə daxili mühəndis kommunikasiya xətlərinin atılması işləri də yekunlaşıb. Hazırda evlərin üzərində günəş panelləri quraşdırılır. Bundan başqa evlərdə enerji itkisinin qarşısının alınması üçün tambur nəzərdə tutulubdur. Yəni bu mənzildə keçid dəhliz sayılır və bunun olması evlərdə enerji itkisinin qarşısının alınması üçün önəmlidir. İnsanların rahat və firavan həyat sürməsi üçün bütün zəruri infrastruktur yaradılır. Doğma torpağa qayıdacaq hər bir kənd sakinini qışda isti, yayda isə sərin olan mükəmməl dizaynlı evlər qarşılayacaq. Bu ev 4 otaqdan ibarətdir. Ümumiyyətlə, bura köçəcək əhalinin ailə tərkibinə müvafiq olaraq evlərin, otaqların sayı 2, 3, 4, 5-ə qədər var. Əgər diqqət etdinizsə, həyətyanı sahə var, 12 sot həcmində. Bu da kənd yerində özünüz bilirsiniz ki, xüsusilə vacibdir həyətyanı təsərrüfatına aparılması, ailə təsərrüfatına aparılması. Bağçılıq, bostançılıq üçün kifayət qədər geniş bir ərazidir. Həmçinin həmən ərazidə köməkçi təsərrüfat binası da var ki, yenə də həmin o ailə təsərrüfatına dəstək olaraq həmin o inşa edilibdir. Tikinti işləri paralel olaraq Mahruzlu kəndində də eyni sürətlə, eyni əzmlə aparılır. Mahruzlu kəndində də qeyri-yaşayış obyektlərinin, məktəb binası, uşaq bağçası, inzibati bina və çoxfunksiyalı binaların tikintisi də nəzərdə tutulub. Qubadlı rayonunun Mahruzlu kəndini layihələndirən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi planlaşdırılır. İlkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Hazırda evlərin bir çox işləri tamamlanmışdır. Mahruzlu kəndində 190 fərdi yaşayış evlərindən 135-ində artıq dam örtükləri vurulmuşdur. Ümumi evlərin 75%-nin fasad izolyasiya və suvaq işləri tamamlanmışdır. Daxili mühəndis kommunikasiya işlərinə başlanmışdır. Evlərin keyfiyyətini özünüz gördünüz, tikilişini, hansı demək, müasir texnologiya və materiallardan istifadə olunur, xüsusi izolyasiya materialları ilə demək, izolyasiya olunur. Ümumiyyətlə, ekoloji baxımdan təmiz materiallardan tikilir. Görülən işlər zamanı kəndlərdə ərazinin relyefi də nəzərə alınır. Yağış, eləcə də sel sularının idarə olunması üçün tədbirlər görülür. Evlərin kürsüsü minimum 45 sm olmaqla tikilir ki, relyefə görə bu ölçü dəyişə də bilir. Gördüyümüz mənzərə onu deməyə əsas verir ki, Böyük Qaydışın Qubadlı səhifəsinə çox az qalıb. Zilanlı və Mahruzlu kəndlərinin sakinləri üçün geri sayım başladı. Ləman Bayramlı, Rüfət Əliyev, Rövşən Bayramlı, İTV Xəbər, Qubadlı.